Salam, hər birinizi xoş gördük. Dəyər nəşrlərinin 29 mart tarixində keçirilmiş olduğu sınaq imtahanından 9-cu siniflərin ingilis dili suallarına baxaq. Listeningin cavablarını birazdan şərh bölməsinə qeyd edəcəm, oradan baxa bilərsiniz. Biz 5-ci sualdan başlayaq. 5-ci sualda deməli, bəzi şagirdlər səhər öyrənməyə üstünlük verir, amma digərləri gecə öyrənməyi xoşlayır. Məna baxımından amma var, çünki digər tərəfdə bir-birinə əks oldu məna baxımından. Ona görə C variantı oldu. So, ona görə də olmaz, because, çünki how, necə, as kimi mənası var. 6-cı sualda dünən aldığım kitab müəyyəndir deyə qabağında Z artiklı olar. A, D, Y olmayacaq və sağ tərəfdə sifətin üstünlük dərəcəsində bilirik ki, Z most olurdu. Ona görə doğru cavab oldu. 6-da B variantı. 7-ci suala baxaq. Uşaqlar bütün qonaqlığı özləri təşkil etdilər. Children uşaqlar dediyi üçün bizə də themselves lazımdır. Yəni 7-də olacaq B variantı. 8-ci sualda mürəkkəb tamamlıq mövzusudur. Sağ tərəfdə stay to-suz verilibdir. Deməli, bizə birinci qrup feillər lazımdır ki, to-suz istəsin. Let vardı, make vardı. 1 və 2-ci, daha doğrusu birinci qrupda. 2 və 4, yəni D variantı oldu. 9-cu suala baxaq. Deməli, mənim qardaşım gitarı yaxşı ifa edir, ifa etməyə bacarır, can yazaq bura. Amma bacım yox, but my sister cannot. But olduğu üçün əks olmalıdır və sol tərəf can'dir deyə sağda da can istifadə edərək yerini qoyacaq bura. Görək qrammatik cəhətdən digərlərini qoya bilirikmi? A-da isn't able-ın to-su yoxdur sağda, getdi. C-də able-ın to-su yoxdur, çünki to be able to ifadəsidir. B və D ikisi də oxşardır. Can, cannot, cannot. Amma but olanda bir tərəf fərqli olmalıdır, yəni əks formasında olmalıdır ki, məna düz gəlsin. Bacım bacarır, amma mən yox və qardaşım yox. Yəni, ammaya görə mənaya fikir verəcəyik. 10-cu sualda doğru cavab olacaqdır A variantı. Bunu qurmaq üçün variantlar üzrə kitabçaya yazsanız yaxşı olar. Misal, A-dan geçsək, 2-5. My brother always eats breakfast. Qardaşım həmişə səhər yeməyi yeyir. In the dining room at 7 AM. Yəni, filan yerdə saat 7-də. A düz gəldi. Məsələn, C-yə baxsaq, 2, 4, 5 gəlir. My brother eats always. Bilmək lazımdır ki, always-dir, sometimes-dir. Bunlar gəlirdi feildən qabaq. Amma C-də yeri dəyişik olur deyə olmur. Yəni, digərləri də bunun formada olur. Daha digərlərinə baxmırıq. 11-ci sualda bizdən düzgün yiyəlik halı soruşur. Free, dom, imagine, imagination. Düzəltmə isim oldu. Doğru cavab C oldu. A-da work, space oldu mürəkkəb. Ayrı-ayrı sözlərdir. Bookstore, ayrı-ayrı sözdür, kitab mağaza. Y-də college sadə isimdir. D-də compose, bəstələmək, compose, bəstəkar. Head, baş, headache, baş ağrısı mürəkkəbdir. Bizə isə derivativ, yəni düzəltmə lazım idi. Passive voice-i bilmək üçün bilirdik ki, feildən sonra bizə tamamlıq lazımdır ki, onu çevirə bilək. Yəni, passivə çevirə bilək. Bizdə dəyişə bilməyəni soruşur şərtimizdə. 2-yə baxaq. Komanda kuboku qazandı, kubok qazanıldı. Feildən sonra tamamlıq var deyə bunu çevirə bilirik. Deməli, bundan işimiz yoxdur. 4-də mən açarı itirdim, açar itirildi deyəndə I lost-dan sonra tamamlıq var, açarlar itirildi olacaq. Ona görə cavab olur burada 1-3, yəni dəyişə bilməyən soruşur A variantı. Və yaxud da feillər vardır ki, onları passivə çevirmək olmur. Happen onların içərisində idi, seem onların içərisində idi. Mənaya görə də bilmək olur. Məsələn, birdə o xoşbəxt görünürdü, o xoşbəxt göründürülürdü. Yəni, bunu pasiv axı dəyişmək olmur. Bu formada tapmaq olar. 13-də cold sözü soyuqdur, antonimi soruşur. Warm isə isti mənasını verir. D doğru cavabdır. Chilly soyuq mənası var, snowy qarlı, stormy tufanlı, foggy dumanlı. Söz bazanız yaxşı olsa, imtihanda çətinlik yaşamazsınız. 14-cü sualda to make something better. Nəyəsə yaxşı etmək, onu keyfiyyətcə yüksəltmək, yəni inkişaf etdirmək deyərsən. Y, improve, inkişaf etdirmək. Reduce, azaltmaq, avoid, qaçmaq, çəkinmək.
ignore diqqətsiz yanaşmaq, damage zərər vurmaq. 15-ci sualda 14-dən sonra bura bitdimi? Aha. 15-ci sualda deməli, bu öyrənir yerin səthini, fiziki özəlliklərini və ölkələri öyrənir. Nə öyrənir sizcə? Coğrafiya bunu öyrənir, yəni D variantı. History tarixdir, science elm, education təhsil, literacy ədəbiyyat və ya oxuma yazma. 16-cı sualda close meaning, yəni yaxın mənalı söz soruşur. Huge, nəhəng, böyük deməkdir. Big də nəhəng, böyük mənası var. Cavab C variantı olacaqdır. Close yaxın mənalı deməkdir. Difficult, çətin, easy, asan antonimdir. Expensive, cheap, bahalı, ucuz antonim. Modern, old, müasir, köhnə antonim. Noisy, quiet, səsküylü, sakit antonim. 17-ci sualda isə doğru cavab, deməli, every eveningə görə cooks düşünmüsünüz biri, amma cook da olardı, will də olardı. Burada 1, 4, 5 doğru cavab olacaqdır. 18-ci sualda deməli, doğru cavab olacaqdır B variantı. Maria parkda öz çətirini itirib. Bir saniyə. Bunu səhv dedik. Deməli, D-yə baxırıq. Chloe needs her umbrella because of the rain. Yağışa görə Chloe'nun çətirə ehtiyacı var. Doğru cavab olacaqdır 19-da D. İndi 18-i unutduq, keçdik, geri qayıdacam. Deməli, mətndə həmin yeri görsək, baxarıq. Mən çətirimi dünən sənin evində unutdum deyir. Məktub yazır Maria'ya. O, göy və ağ ulduzludur. Onu parka gətirə bilərsənmi? Hava deyir ki, yəni proqnoz yağış yağacaq. Yəni ona görə ehtiyacım var. D doğru cavabdır. A-da deyir ki, Maria'nın çətir almasını istəyir. Bilirsiniz ki, bay pul da almaqdır, düz gəlmir. B-də deyir ki, parkda itirib Maria çətirini, elə bir şey yoxdur. C-də deyir ki, sabah Kulu Maria'nın evinə gedəcəkdir. Xeyr, getməkdən bağlı demir, gətirə bilərsənmi dedi. Y-də deyir ki, çətir yaşıl və balacadır, amma orada deyir ki, göydür deyir, blue deyir. Ona görə Y-də getdi, cavab oldu D variantı. 18-i ötürmüşdük. 18-də isə doğru cavab olacaqdır B variantı. Deməli, pulsuz heyvanlar gələnlər üçün uyğundur deyir. Doğru cavab olur B variantı. İndi vaxta görə bəzi sualları, mətnləri izahını vermirəm, amma bəzilərini verəcəm. Əgər qaranlıq qalan olsa, şərhə yazın, oradan köməkli eləyəcəm. 20-ci suala baxaq. 20-ci sualda doğru cavab olacaqdır Y variantı. Students can use the library again next Monday. Onlar birinci gün, yəni şagirdlər kitabxananın yerindən istifadə edə bilərlər. Baxaq. Ən son cümləyə baxaq. The library will open again on Monday at 8 AM. Yəni saat 8-də birinci gün təkrar açılacaq deyir. Yəni Y variantı 20-də doğru cavabdır. Getdik mətn suallarına. Bura qədər izlədinizsə, 9-da oxuyan abituriyentsiniz ehtimal ki, bizim 9-lar və 10-11-lər üçün ödənişsiz qrupumuz var. WhatsApp qrupumuz, orada da faydalı testlər paylaşılır. Məlumat üçün və qrupa qoşulmaq üçün şərhə ödənişsiz dərs yaza bilərsiniz. Həmçinin faydalı videoların davamı üçün kanala abunə ola bilərsiniz. Biz 21-dən davam edək. 21-ci sualda doğru cavab olacaqdır deməli A variantı. Bunların izahını verməyə çalışacağım sizə. Bizdən 21-də false, yəni yanlışı soruşur. A-da deyir ki, bu Hemingway deməli Avropaya getməzdən əvvəl prestijli bir universitetdən məzun olub. Amma baxın, burada belə bir şey var. İkinci paragrafa baxaq. O istedadlı şagird idi. O universiteti ötürməyə, yəni çıxmağa qərarı alır və karyerasını deməli jurnalist kimi davam etdirməyə qərar verir və daha sonra o Kansasa gedir və oradan da əvvəl, yəni Avropaya getməzdən qabaq deməli müxbir kimi çalışır. Yəni prestijli universiteti bitirməklə bağlı burada bir şey yoxdur. Ona görə deməli A yanlış cavab oldu. Digərləri mətndə hər biri var. Mən sizə variantları tərcümə edim. Mətndə yerinə özünüz baxacaqsınız. B-də deyir ki, Hemingway ovçuluq və balıqçılıqla uşaq olanda vaxt keçirirdi. Elə baxın, bax, burada xətt çəkdim altından, burada var. Altından qırmızıdan işarə edirəm burada. Məsələn, B getdi. C-də deyir ki,
O deməli trapeziyada işləyəndə qısa və kəskin yazıları ilə fərqlənirdi. Bir saniyə. Altından xətt çəkirəm. Where he practiced is a short direct sentence. Bu formada burada verilib. Deməli bu düzgündür. Bizə yanlış lazımdır. 21-də D-yə baxırıq. Deməli the sun also rises. Bu yazısı cəsarəti və itkini araşdırır deyir. Baxaq həmin hissəyə. İkinci paragraf son cümlə. Oradan hekayənin adını da dairəyə alıram. This classic work led lasting man on interest by exploring theme on Caris, Lost and the Lost Generation. Baxın, Caris də var, Lost da var. Deməli, D də olmaz. Y-də deyir ki, Hemingway Avropaya getdi ki, öz bu yazarlıq deməli istedadını izləsin, yəni karyerasını davam etsin. Baxaq, bu da dairəyə alıram bunu. Follow his dream being a novelist. Həmin hissə var, hətta Avropaya getməyindən də bəhs edir. Deməli, Y də doğrudur. Bizə isə yanlış lazım idi. 22-ci sualda doğru cavab B variantı. Mətn məşhur və uğurlu Amerikan müəllifindən gedir. Doğru cavab B. 23-də doğru cavab olacaq. Burada da B variantı. Bunu az öncə dedik. Onun yazıları short direct sentence that he practiced in high school. Bu formada seçilirdi. Qısa olmasından bağlı. Bu da mətndə vardı. 24-cü sualda deməli qoca adam və dəniz hekayəsində nə baş verir deyir. 24-də doğru cavab olur C variantı. Yəni hekayə necə olur roman? Bir çox dillərə tərcümə olunur və milyonlarla satılır. Mətnə diqqətlə baxsanız bunu görə bilərsiniz. Sonda mətni sizə göstərəcəm. 25-də isə 1 və 2 doğrudur. Baxaq. 1-də deyir ki, Avropaya getməzdən qabaq deməli nə idi? Müxbir idi. Bunu az öncə demişdik. 2-də isə deyir ki, 1954-də Nobel mükafatını qazanır. Bəli, bu da doğru idi. 3-də deyir ki, o İngilis dilini öyrənmək üçün məşhur universitetə gedir, getmirdi. 4-də deyir ki, yaşlı adam və dəniz hekayəsi onun ilk əsas kitabı idi. Amma ilk əsas kitabı deyildi. Baxın, his first major book The Sun Also Rises kitabı olur əsas hissəsi. Bax, bunu dairəyə aldım. Mətnində belə sizə göstərim. Nəsə qaranlıq qalsa deyərsiniz. PDF-i də ödənişsiz dərs qrupumuza göndərəcəm. Oradan baxa bilərsiniz. Və gəldi esse məsələsinə. Bilirsiniz ki, 9-lar imtahan verəcəksiniz və bu esse düşəcək sizə. Bu dediyim, yəni esse düşəcək. Hekayədən söhbət gedir. Çalışın ki, ən azı nələrsə qurmağa çalışasınız ki, bal alasınız. Bəzi uşaqlar heç bir cümlə qurmur, sadəcə ağ kağız verirlər. Amma gücün çatan qədər müəlliminizlə məşq eləyərək siz də esse və hekayə qura bilərsiniz ki, o sizə bal versin. Belə, əziz şagirdlər, aprel imtahanında hər birinizə bol-bol uğurlar. Ümid edirəm ki, hər şey sizin üçün yaxşı olar. Sağ olun.